Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Deməli, sizlərlə bu gün Azərbaycan dilindən test işləyəcəyik. Bir 10-a yaxın təxmin test işləyəcəyik sifət bölməsindən. Düzdür, sifət haqqında YouTube-da video izah paylaşmışam. Ancaq istədim ki, yenə indi sifət haqqında qısa bir məlumat verim və testlərə başlayaq. Həmişə riyaziyyatdan video çəkirdim. Niyə görə? Çünki riyaziyyat elə bir fəndir. Yəni Azərbaycan dilində elədir, düzdür. Amma riyaziyyat elə bir fəndir ki, riyaziyyatda hər kəsən öz yolu ilə yazır. Tutaq ki, sən də başqa yolla yazırsan, mən də başqa yolla yazıram, digər də başqa yolla yazır, amma sonuç nəticə gəlib tapılır. Azərbaycan dili isə qaydadır. Yəni qaydanı bildinsə, testi yaza biləcəksən, belə. İndi düzdür, bu gün Azərbaycan dilinə başlayıram. Çünki boş yerə bu mövzunu seçməmişəm, çünki bunu istəmişlər, ona görə video paylaşıram ki, faydalanın. Və həmçinin bir şey də qeyd edeyim ki, düzdür, indi riyaziyyatdan bəzən görürsünüz ki, video izahlar paylaşırıq, istər YouTube, TikTokda olsun. Əvvəlki qədər də olmasa da, yəni paylaşırıq. Bəzilərinə bu çox asan gəlir və hətta rəylərdə də görmüşəm ki, yazır ki, çox asandır, ay bu nədir? Yəni bilin ki, bunlar, belə deyim, 25, 26, 20, 18 yaşlılar üçün deyil. Bunlar, düzdür, onlar da baxıb təkrarlaya bilər. Bunlar yəni 4-cü sinif şagirdləri üçün paylaşır. Sizə nə qədər asan gəlsə də 4-cü siniflərdə, yəni bilənlər bilir, liseydə və yaxud olsun imtahanda, monitorinqdə, yəni bunlar istifadə olunur. Deməli, sifətdən başlayaq. Sifət nə deyilir? Sifət əşyanın əlamətini və keyfiyyətini bildirən əsas nitq hissəsində sifət deyilir. Əlamət nədir? Keyfiyyət nədir? Əlamət odur ki, gözlə görünə bilən, keyfiyyət isə odur ki, gözlə görünə bilməyən. Deməli, yaşlı əlamətdir, çalışqan isə keyfiyyətdir. Dedik ki, sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Əlamət gözlə görülə bilən, keyfiyyət isə gözlə görülə bilməyən. Çalışqan keyfiyyətdir. Niyə? Çünki biz bunu görə bilmirik. Və keçirik sifətin quruluşda növləri. Sifətin quruluşda 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Sadələr bildiyimiz kimi bir kökdən ibarət olur. Heç bir leksik şəkilci qəbul etmir. Düzəltmələr isə leksik şəkilci artırmaqla əmələ gəlir. Həmçinin onu da qeyd edeyim ki, bütün dərəcə şəkilci qəbul etmiş sifətlər sadədir. Yəni, sifətin dərəcə şəkilçiləri qrammatikdir. Bunu yadınızda saxlayın. Və sadələr məsəl üçün belə deyim. A, qara, bunlar sadə sifətlər. Düzəltmələr isə leksik şəkilci artırmaqla yaranır. Məsəl üçün, dakı, dəki, ondan, ki, lı, sız, bu şəkilçilərinə əmələ gəlir. Və onu da qeyd edeyim ki, yəni çox vaxt testlərdə düşür, dakı, dəkidir, ki şəkilçisinə əmələ gələn sifətlər yadınızda qalsın, hansı sualına cavab verir? Həmişə hansı sualına cavab verir? Testdə bu düşür, ona görə bunu əlavə qeyd edirəm. Mürəkkəblər isə 2 və də artıq sözün birləşməsi ilə əmələ gəlir. 2 və də artıq sözün birləşməsi ilə. Bunlar da bitişik, bir də ayrı yazılır. Mürəkkəb sifətlər. Və sifəti əsas nitq hissələrindən fərqləndirən ən əsas xüsusiyyət odur ki, sifətin dərəcə şəkilçiləri var. Yadınızda qalsın, heç bir əsas nitq hissəsinin dərəcə şəkilçisi olmur. Yalnız sifətdədir ki, dərəcə şəkilçisi var. Sifətin, deməli, quruluşca bildik, 3 növ var, sadə, düzəltmə, mürəkkəb. Və sifəti digər əsas nitq hissələrlə fərqləndirən əsas cəhət nədir? Odur ki, sifətin dərəcələri var. Sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcə, bir də çoxaltma dərəcə. Adi dərəcə adından göründüyü kimi əlamətin adi halda olduğunu bildirir. Yəni, heç bir şəkilçi ilə əmələ gəlmir. Çoxaltma dərəcəsi adi haldan, belə deyim, çox olduğunu bildirir və bu da 2 yolla əmələ gəlir. Morfoloji, bir də sintaktik. Morfoloji yolda çoxaltma dərəcəsi deməli cazə şəkilçisi ilə əmələ gəlir. Bir də MPRS samitləri ilə morfoloji yolda çoxaltma dərəcəsidir bu. Sintaktik yolla isə ən, lap, çox, daha olduqca ədatları ilə əmələ gəlir. Bir də zil, sonra tünd bu sözlər var ki, yəni bunlarla da əmələ gələ bilir. Burada bir şey də qeyd edeyim ki, ya onu axırda qeyd edərəm. Deməli, elə indi qeyd edim. Deməli, burada var ki, bumbuz sözü yadınızda qalsın. Çoxaltma dərəcəsində deyil. Niyə? Çünki buz orada isimdir. Və yaxud büsbütün sözü də zərfdir. Yəni, bu çoxaltma dərəcəsində deyil. Sonra var ki, yazılışı da bunun sonunda deyəcəm. Azaltma dərəcəsi. Azaltma dərəcəsi əlamətin adi haldan az olduğunu bildirir. Bu da şəkilçilərlə əmələ gəlir. Yəni, bildiyimiz kimi morfoloji, bir də sintaktik. Morfoloji yolla hansı yoldur? Yəni, şəkilçilərlə azaltma dərəcəsində. Şın, sov, vımtı, raq, yanız. Yəni, bu şəkilçiliklə əmələ gəlir. Məsələn, uzun sov, sarı şın. Bu azaltma dərəcəsi morfoloji yolda olan, belə deyim, əmələ gəlmə üsuldur. Bəs sintaktik yolda hansı yoldur? Sintaktik yoluna açıq, ala, təhərkəm sözləri var ki, bunlarla əmələ gəlir. Və bir də onu deyim ki, bunlar da sifətə artırılır. Yadınızda qalsın, ismi artırılanda dərəcə əlaməti bildirmir. Məsəl üçün deyir, açıq sarı, bəli, dərəcədir. Amma deyirəm ki, açıq çay dərəcə deyil. Niyə? Çünki çay sözü burada isimdir.
Və onu da deyim ki, açıq qala defislə təhərkən bitişik yadınızda qalsın. Dün bitişik, zil ayrı, tün defislə. Və yaxud dedim, axırda deyəcəm, bunu deyirdim. Yəni, bunda özünüz üçün qeyd edərsiniz. Bir də sifətin orada isimləşməsi var. 4-cü sinifdə bu, bilmirəm, var ya, 5-də, 6-da belə olar. Sifət isimləşərkən hansı xüsusiyyətini itirir? Əlamət və keyfiyyət bildirmə xüsusiyyətini, təyin olma xüsusiyyətini, bunları itirir. Bəs nə qazanır? Ad bildirir, kim, nə suallarına cavab verir, belə. Sifət, bir də onu qeyd edim ki, sifət isimləşmədikdə də, belə deyim, xəbər ola bilir, yanınızda qalsın. Bu da çox vaxt düşür. Sifət isimləşdikdə və isimləşmədikdə də xəbər ola bilir. Yəni, düzdür, qısa izah etdim. Dediyim kimi, yəni sifətlə bağlı videolar YouTube-da var. Baxa bilərsiniz, paylaşmışam. Ətraflı, geniş. Sadəcə testlə başlamaq üçün bunu paylaşdım ki, yəni xatırlama olsun və sonra testə keçək. Deməli, testimizin izahatına başlayaq. Onu da qeyd edim ki, bu güvən nəşrlərinin testidir. Düzdür, bəzi suallar işarələnib, üzürlü sayarsınız. Uşaqlara vermişdim, yazıblar, qeyd ediblər, onca üzürlü sayın. Və bəziləri də onu deyim ki, yəni bunlar ola bilər ki, suallar var ki, 4-cü sinif səviyyəsinə uyğun deyil. Sadəcə belə deyirəm ki, paylaşıram ki, yəni testdən də nəsə öyrənə bilək. 11-ci sual. Biri feildən düzələn sifətdir. Biri feildən düzələn sifəti. Yəni kökü feil olsun və belə deyim də feildən düzələn sifət olsun. Deməli, burada dalaşqandır. B variantımızdır birinci sualımızda. Dalaşqan. B variantı. Əsas 12-ci sualdır. 12-ci sual nədir? Şirin sifətin hansı isim aid ola bilər? Baxın, bunu mən bayaq qeyd etmədim. Qısa məlumat verdim deyənə. Deməli, sadə və düzəltmə sözlərin təkrarı ilə əmələ gələn sifətlər də yadınızda qalsın. Özündən sonra gələn isimlər cəmlənir. Məsəl üçün, deyirəm, yaşıl ağaclar. Yəni, özündən sonra gələn isim həmişə cəm şəkilçisi qəbul edir. Şirin almalar. Baxın, cəm şəkilçisi burada var. Larlar. Deməli, 12-də A variantı. Deməli, bir də deyirəm, sadə və düzəltmə sözlərin təkrarı ilə əmələ gələn sifətlər özündən sonra cəm şəkilçisi qəbul edən isim qəbul edir. Hündür binalar, yaşıl ağaclar, şirin meyvələr, belə. Yəni, A variantı. 13-cü sualımızda, 13-də nə deyir? Kökü sayla homonim olan düzəltmə sifət hansıdır? Baxın, kökü sayla homonim olsun və düzəltmə sifət olsun. Kökü sayla homonim olsun və düzəltmə sifət olsun. Buyurun, deməli, kökü sayla homonim olan düzəltmə sifət hansıdır? Gəlin, birinci düzəltmə sifətlər tapaq. Azlıq, nə azlıq getdi? Azğın. Aha, tapdım, azğını tapdım. İndi baxıram. Kökü sayla homonim olan. Kökü görək bunun sayla homonimdir. Az, bəli, homonimdir və düzəltmə sifətdir. Bəli, düzəltmə sifətdir. Hardan bildim? Çünki feildən əmələ gələn, belə deyim, sifətlər hansılardır? Məsələn, qındır, belə deyim, qındır, ardır. Bunlar feildən əmələ gələn sifətlərdir. Məsələn, tutqun, bitkin, küskün və bunlar. Və buna görə düzəltmə sifət B variantı. Yox, kökü saylı homonim olan düzəltmə sifət B variantı 13-də. 14-də, aşağıdakı 14-də cavab yazdım. Aşağıdakı cümlələrdən hansıda homonim şəkilçisi ilə feildən düzələn sifət isim işlənmişdir? Deməli, burada, baxın, görün nə deyir? Aşağıdakı cümlələrdən hansında homonim şəkilçisi ilə feildən düzələn sifət və isim işlənmişdir? Parlaq, daraq. D variantı. Dediyim kimi, yəni burada elə suallar var ki, yəni 4-cü sinif səviyyəsinə və ya 5-ci sinif, 6-cı sinif səviyyəsinə uyğun deyil. Sadəcə dedim, paylaşım, həm də sifətdən xatırlatma etdim ki, yəni xatırlayaq. 15-ci sualımız belədir ki, sifət plus isim bərabərdir sifət. Yəni, mürəkkəb sözdür, bir tərəfi sifətdir, bir tərəfi isimdir və sonda sifət olur. Deməli, qıvrım, necə qıvrım, saç isimdir. Bəli, bu tərəfi isimdir, digər tərəfi sifətdir və sonda nə olur? Qıvrım saç, oğlan necə, oğlan hansı, oğlan sifət. Doğru variantım, D variantı. 16-cı sualda. Cümlənin bir də homonim şəklin köməyi ilə düzələn sifət və isim işlənmişdir. 14-cü sualda demək olar ki, eynidir. 16-cı sualımızda da. 16-cı sualı sizlər rəy bölməsində yazarsınız. Dediyim kimi, yəni 4-cü siniflərə aid deyil. Sadəcə yuxarı siniflərdən kimsə görsə yazar. 17-ci sualımızda nə deyir? 17-ci sualda deyir ki, verilmiş cümlədə sifət təhlilindəki səhvi müəyyən edir. Verilmiş cümlədə sifətin təhlilindəki səhvi. Gəlin birinci burada sifəti tapaq. Rusiya padşahı o zülmkardan Yekaterinadan bir hədiyyədir.
Deməli, zülmkardan. Baxın, sifət burada budur. İndi nə deyir? Bizdən səhvi istəyir. Adi dərəcədədir. Bəli, doğrudur. Heç bir çoxaltma, azaltma dərəcə şəkli qəbul etməyib. Quruluşsa sadədir. Xeyr. Səhv elə buradadır. B variantı. Niyə? Çünki zülmkar sözü quruluşsa sadə deyil. Həvəskar, füsunkar, zülmkar düzəltmədir. 18-ci sual. Hansı sifət digərlərindən fərqlənir? Digərlərindən fərqlənir. Və bu dərəcələrinə görə deyir. Sapsarı hansı dərəcədədir? Çoxaltma dərəcədə. Göyümtül çoxaltma dərəcəsindədir. Qırmızımtıraq qalsın. Ağımsov qaraşın. Deməli, bunlar hamısı çoxaltma dərəcəsindədir. Bir dənə qırmızımtıraq azaltma dərəcəsindədir. C variantı. 18-də C-dir, 17-də də B-dir. 19. Sifətlərdən bir ümumi məna qrupundan kənara çıxır. Ümumi məna qrupundan kənara çıxır. Deməli, burada ağdır, sarıdır, qəhvəyi, səhrayı, incə. Doğru variant C variantıdır. 18-ci sualda bir də baxım. Deməli, 18-ci sualda səhv elədim. Buna baxa-baxa bunu fikirləşirdim. Hansı sifət digərlərindən fərqlidir? Üzr istəyirəm. Göyümtül, qaraşın, şın, sov, umtıraq, yalnız bunlar azaltmadır. Hər biri, baxın, B variantı da azaltmadır. D variantı azaltmadır. Azaltma, sapsarı. Sapsarı çoxaltmadır. Çoxaltmadır. Mən bayaq səhv dedim, üzr istəyirəm. Çoxaltma. Deməli, doğru variant 18-də A variantıdır. A variantıdır. 19-da C-dir. 20-də feildən düzələn sifət təsirli şərt şəkildə qəbul etdikdə hansı xüsusiyyətini daşıyar? Feildən düzələn sifət təsirli şərt şəkildə qəbul etdikdə hansı xüsusiyyətini daşıyar? Aid olduğu ismi yerində işlənə bilmək. Doğru variant C variantı.